Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumigasiya Mərkəzi mütəxəssisləri tərəfindən əkin sahələrində sıçana bənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri davam etdirilir. Cari ilin yanvar ayından bu günədək 64 min hektar sahədə müşahidələr aparılıb. Müşahidələr zamanı 28 min hektar sahədə sirayətlənmə aşkar edilib. Aqrar Xidmətlər Agentliyi mütəxəssislərinin məsləhət və tövsiyələri əsasında 25 min hektar sahədə isə mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir. Hal-hazırda biz taxıl əkin sahəsindəyik. Göründüyü kimi əməkdaşlar da əkin sahəsində qarışdırılmış yem siçan yuvalarına qoyulur. O da öz nəticəsini 5-7 gündən sonra göstərir. Ona görə tövsiyə olunur ki, bütün qonşu ərazilər də həmin bu sahəyə cəlb olunsun. Hamı birlikdə zərərvericilərə qarşı mübarizə aparsın. Fermerəm, taxıl payızlıq taxıl əkmişəm. Sahəmə baxış keçirdərkən burada sıçana bənzər gəmiricilərin olduğunu aşkar elədim. Və bununla bağlı Cəlilabad rayon Bitki Mühafizəsi Mərkəzinə müraciət etdim. Çox sağ olsunlar, Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları mənimlə sahəyə gəldilər və onlar da baxış keçirtdi. Gəmiricilərin olduğunu aşkar etdilər və məni ona qarşı dərmanlarla təmin etdilər. Sahədə mən həmin mübarizə tədbirini həyata keçirtdim. Fermerlərə tövsiyəm odur ki, əməkdaşların tövsiyə və məsləhətlərindən yararlansınlar və xeyrini biçim vaxtı görərlər. Bildiririk ki, sıçana bənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarını müəyyən etmək, aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Fermerlərə sıçana bənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumigasiya Mərkəzi mütəxəssislərinə müraciət olunması tövsiyə olunur.